Salam, 5-ci sinif Azərbaycan tarixindən 9-cu dərsimizə keçirək. Dərs 9. Səlcuqlar və Azərbaycan. Azərbaycan qədim dövrlərdən türk yurdu olmuşdur. Müxtəlif türk boyları zaman-zaman buraya axınlar etmiş, tədricən burada yaşayan əhaliyə qaynayıb qarışmışdır. Boy, nəsil, qəbilə deməkdir. Azərbaycanda məskunlaşan türk boyları içərisində Oğuzlar xüsusilə fərqlənirdilər. Bilirsinizmi? Oğuzlar haqqında rəvayət, əfsanə və dastanların toplandığı əsərlər Oğuznamələr adı ilə məşhurdur. Belə dastanların birində deyilir ki, Oğuz türkləri Nuh peyğəmbərin oğlu Yafəsin, yəni türk adı Olcayın soyundan törəmişdir. Yafəsin nəslindən olan Qaraxan hökmdar taxtına oturur. Tezliklə onun ağıllı və şahlıq taxtına layiq bir oğlu dünyaya gəlir. Uşaq bir ildən sonra dil açıb danışmağa başlayır. Mən şah çadırında doğulduğum üçün adımı Oğuz qoymaq lazımdır, deyir. Oğuz uşaqlığında və böyümə çağında yetkin oluncaya qədər daim Tanrını anıb ona şükür edərdi. Oğuz hər cür bacarıq və hünərdə, ox atmaqda, nizə tullamaqda, qılınc salmaqda və bilgi sahəsində aləmə örnək oldu. Oğuzlar 24 boydan ibarət olmuşdur. Hər boyun öz nişanı, damğası var idi. Xalqımız bu damğaları daşlar, xalçalar üzərində də əbədiləşdirmişdir. Oğuzların məskunlaşdığı ərazilərdən biri də Mərkəzi Asiya idi. Oğuzlar burada da güclü dövlət qurmuşdular. Oğuz xaqanına xidmət edən şəxslərdən biri Səlcuq bəy olmuşdur. O, Oğuzların qınıq boyuna mənsub idi. Xaqan ilə münasibətləri pisləşən Səlcuq ondan ayrıldı. Səlcuqun varisləri 11-ci yüzillikdə Səlcuq İmperiyası adı ilə tanınan yeni bir dövlət qurdular. İmperiya, tərkibində müxtəlif xalqları, ölkələri birləşdirən güclü dövlət deməkdir. Bununla da yeni Oğuz fətləri başlandı. Tezliklə Səlcuqlar Azərbaycana da gəldilər. Bilirsinizmi? Oğuznamələrin birində Azərbaycan adının yaranması ilə bağlı maraqlı rəvayət vardır. Burada Oğuz xanın yürüşlərindən bəhs edilərkən yazılır. Oğuz xan yay aylarında bu vilayətlərin bütün yaylaqlarını, Sabalan dağlarına, Aladağa qədər dağlıq yerləri tamamilə fəth etdi. Orada olduğu vaxt hər kəsin bir ətəş torpaq gətirməsini və burada bir təpə düzəltmələrini əmr etdi. Öncə xan, sonra bütün əsgərləri bir ətəş torpaq gətirib tökdü. Böyük təpə yarandı. Bu təpənin adına Azərbaycan dedilər. Azər-türkcə yüksək, Baycan da zənginlərin, uluların yeri deməkdir. Bu ölkə bu şəkildə məşhur oldu. Bu dövrdə Azərbaycanda bir neçə dövlət var idi. Pərakəndəlik ölkənin inkişafına mənfi təsir göstərirdi. Səlcuqlar Azərbaycanın fəthini başa çatdırdıqdan sonra vahid çəki, ölçü, pul sistemləri tətbiq etdilər. Sənətkarlıq və ticarət canlandı. Şəhərlərin sayı artdı. Ölkənin müdafiə qabiliyyəti də gücləndi. Azərbaycan üzərinə yadelli hücumların qarşısı daha asanlıqla alınırdı. Siyasi sabitlik, iqtisadi inkişaf mədəniyyətə də müsbət təsir göstərdi. Mədəni həyatda da intibah, çiçəklənmə dövrü başlandı. Səlcuqlar Azərbaycanda öz soydaşları ilə qaynayıb qarışdılar. Nəticədə türk dili burada yaşayan bütün xalqların ortaq ünsiyyət vasitəsinə çevrildi. Daxili çəkişmələr, Avropa dövlətlərinin şərqə yürüşləri zamanı uzun sürən müharibələr Səlcuq İmperiyasını zəiflətdi. 12-ci yüzillikdə bu dövlət parçalandı və süqut etdi. Bəli, indi isə keçirik suallara. Səlcuqların Azərbaycanı fəth etməsini asanlaşdıran səbəblər hansılardır? Səlcuqlar Azərbaycanı asanlıqla fəth etdilər. Çünki Səlcuq türklərinin Azərbaycana yürüşü zamanı burada vahid dövlət yox idi. Azərbaycanda yaşayan insanlar Səlcuqlarla eyni soydan idilər. Buna görə də onların gəlişinə qarşı çıxmadılar. Yerli əhali Bizans, erməni, gürcü feodallarına qarşı mübarizədə Səlcuqlara uğurlu müttəfiq kimi baxırdı. Bu vəziyyət Səlcuqların işini daha da asanlaşdırdı. Bir ölkədə bir neçə dövlətin olmasının hansı mənfi cəhətləri ola bilər? Bir ölkədə bir neçə dövlətin olması yaxşı hal deyil. Çünki bu, bir çox mənfi nəticələrə gətirib çıxarır. Belə olduqda ölkədə vahid idarəçilik olmur. Hər dövlət öz qaydasını tətbiq edir.
Bu da qarışıqlığa və nizamsızlığa səbəb olur. Dövlətlər arasında qarşıdurmalar və müharibələr baş verə bilər. İqtisadi vəziyyət pisləşir, xalq kasıblaşır. Xarici düşmənlər isə parçalanmış ölkəni asanlıqla ələ keçirə bilirdilər. Buna görə də bir ölkədə birliyin və vahid dövlətin olması çox vacibdir. Bəli, bu qədər. 10-cu dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.